Noyabr ayında bürcləri nələr gözləyir? 3 noyabrdan başlayaraq Merkurin retrosu aktivləşir. Merkurin retrosu bilirsiniz, retro keçirsə Merkuri də bir balaca zaman çərçivəsinə doğru beyinsəl enerjilərimizə təsir edən planetlərdən biridir. Merkurin retrosundan da bərabər 5 noyabrdan başlayaraq Mars Oxatan bürcünə keçid eləyərək Uranla üzbəüz olacaq. Yəni həm sağlamlıq, həm də yeraltı dünyamızın, belə deyim də, kök enerjilərimizin aktivləşməsi olacaq. Qoçlar bu ay ərzində krizislərin keçmişdən gələcəyə doğru aktivləşməsi, ən çox da sağlamlıq və ailə ilə bağlı problemləri həll etməyə fikir verməlisiniz. Buğalar bu ay ikili ilişkilərə girəcəksiniz. Yəni nəfsimizin bir balaca az gözlüyün zamana doğru aktivləşdirəcək, bir balaca şəxsiyyətlə əlaqədar xəyanət və ikili ilişkiləri aktivləşdirmə ehtiyatla fikir verməlisiniz. Əkizlərə gələndə isə əkizlər bu ay ərzində, belə deyim də, ən çox işlərinizə maddisal finansın stabilliyini qorumağa fikir verməlisiniz. Xərçənglər sosiallığınızı qoruyub saxlamalısınız. Yəni keçən ay xərçənglər çox da sosial deyildiniz, gözə batmırdınız, amma bu ay bacarırsınızsa öz sosiallığınız və sosiallıqdan əmələ gələn maddisal şanslarınıza önəm verməlisiniz. Qız bürclərinə gələndə isə şir bürcləri gələndə ev ailə işləri bir balaca bu ay sizi sıxacaq. Hər şeylə bir zamana doğru sıxışdırmağa çalışın. Çünki bu ay zamanla əlaqədar bir balaca problemləriniz olacaq. Qız bürclərinə gələndə isə yanlış anlamı olacaq. Ağzımızdan çıxan sözlərə qız bürclər çox ciddi fikir veririk. Çünki insanlar sizi səhv anlaya bilər. Çünki insanlar sizi zaman çərçivəsinə doğru səhv insanlara yönləndirə bilərlər. Ağzımızdan çıxan sözlərin idarəsini ələ alırıq. Tərəzilərə gələndə isə tərəzilər keçmişin borcları sizə doğru gələcək. Yəni keçmişdən borc, pul, maddiyyatla nəyi problem kimisi, yarımsıq kimi saxlamışsa, dalğası güclü olacaq, fikir verməz. Əqrəblərə gələndə ayın ulduzu sizsiniz. Zaten bu sizin ayınızdır, sizin ad gününüzdür və bu ay istədiyinizi edə bilərsiniz. Şanslı siz zamandasınız. Amma bu şanslı bir zaman ayın 22-sinə qədərdir. 22-sinə qədər addımlarımızı, zamanımızı, özümüzü, uğurumuzu, şansımız sizin yanınızdadır. Bir balaca 22-sinə qədər hər şeyə ehtiyatla fikir verin. Oxatanlara gələndə ruhsal çöküş yaşayacaqsınız. Elə birdən-birə qocalma enerjisinə keçəcəksiniz. Ən çox da oxatanlar bu ay enerjilərinizin idarəsinə fikir verməlisiniz. Aldığınız mühitün enerjiləri, verdiyiniz insanların enerjiləri və cinsəl münasibətdə olduğunuz insanlardan gələn enerjilərin aktivləşməsi. Oğlaqlara gələndə isə bu ay belə deyim də, oğlaqlar öndə olmağa çox fikir verməlisiniz. Yəni birinci mən olmalıyam, öndə olmalıyam, sözümü deməliyəm, gözə batmalıyam. Belə deyim də, sıralama olaraq birinci özünüzün aktivləşdirməsini zamana doğru çəkməyə çalışın. Dolçalar gələndə özəl həyatın problemlərini, boşanma ilə ən çox da problemləri olan dolçalar varsa, keçmişdən yarımçı qalmış boşanmalar, boşanmaya doğru gedən şəxsiyyətlə əlaqədar olan problemləri önə fikir verib həll etməlisiniz. Balıqlara gələndə isə balıqlar bu ay belə deyim də, özünüzü kəşf etməlisiniz. Nə istədiyinizi, hansı sektora doğru getmək olduğunuzu, necə addım atacağınızı, bu ay bunların önəmini ciddi bir şəkildə fikir verməlisiniz balıqlar. Noyabr ayında bürcləri nələr gözləyir? 3 noyabrdan başlayaraq Merkurin retrosu aktivləşir. Merkurin retrosu bilirsiniz, retro keçirsə Merkuri də bir balaca zaman çərçivəsinə doğru beyinsəl enerjilərimizə təsir edən planetlərdən biridir. Merkurin retrosundan da bərabər 5 noyabrdan başlayaraq Mars Oxatan bürcünə keçid eləyərək Uranla üzbəüz olacaq. Yəni həm sağlamlıq, həm də yeraltı dünyamızın, belə deyim də, kök enerjilərimizin aktivləşməsi olacaq. Qoçlar bu ay ərzində krizislərin keçmişdən gələcəyə doğru aktivləşməsi, ən çox da sağlamlıq və ailə ilə bağlı problemləri həll etməyə fikir verməlisiniz. Buğalar bu ay ikili ilişkilərə girəcəksiniz. Yəni nəfsimizin bir balaca az gözlüyün zamana doğru aktivləşdirəcək, bir balaca şəxsiyyətlə əlaqədar xəyanət və ikili ilişkiləri aktivləşdirmə ehtiyatla fikir verməlisiniz. Əkizlərə gələndə isə əkizlər bu ay ərzində, belə deyim də, ən çox işlərinizə maddisal finansın stabilliyini qorumağa fikir verməlisiniz. Xərçənglər sosiallığınızı qoruyub saxlamalısınız. Yəni keçən ay xərçənglər çox da sosial deyildiniz, gözə batmırdınız, amma bu ay bacarırsınızsa öz sosiallığınız və sosiallıqdan əmələ gələn maddisal şanslarınıza önəm verməlisiniz. Qız bürclərinə gələndə isə şir bürcləri gələndə ev ailə işləri bir balaca bu ay sizi sıxacaq. Hər şeylə bir zamana doğru sıxışdırmağa çalışın. Çünki bu ay zamanla əlaqədar bir balaca problemləriniz olacaq. Qız bürclərinə gələndə isə yanlış anlamı olacaq. Ağzımızdan çıxan sözlərə qız bürclər çox ciddi fikir veririk. Çünki insanlar sizi səhv anlaya bilər. Çünki insanlar sizi zaman çərçivəsinə doğru səhv insanlara yönləndirə bilərlər. Ağzımızdan çıxan sözlərin idarəsini ələ alırıq. Tərəzilərə gələndə isə tərəzilər keçmişin borcları sizə doğru gələcək. Yəni keçmişdən borc, pul, maddiyyatla nəyi problem kimisi, yarımsıq kimi saxlamışsa, dalğası güclü olacaq, fikir verməz. Əqrəblərə gələndə ayın ulduzu sizsiniz. Zaten bu sizin ayınızdır, sizin ad gününüzdür və bu ay istədiyinizi edə bilərsiniz. Şanslı siz zamandasınız. Amma bu şanslı bir zaman ayın 22-sinə qədərdir. 22-sinə qədər addımlarımızı, zamanımızı, özümüzü, uğurumuzu, şansımız sizin yanınızdadır. Bir balaca 22-sinə qədər hər şeyə ehtiyatla fikir verin.
Oxatanlara gələndə ruhsal çöküş yaşayacaqsınız. Elə birdən-birə qocalma enerjisinə keçəcəksiniz. Ən çox da oxatanlar bu ay enerjilərinizin idarəsinə fikir verməlisiniz. Aldığınız mühütün enerjiləri, verdiyiniz insanların enerjiləri və cinsəl münasibətdə olduğunuz insanlardan gələn enerjilərin aktivləşməsi. Oğlaqlara gələndə isə bu ay belə deyim də, oğlaqlar öndə olmağa çox fikir verməlisiniz. Yəni birinci mən olmalıyam, öndə olmalıyam, sözümü deməliyəm, gözə batmalıyam. Belə deyim də, sıralama olaraq birinci özünüzün aktivləşdirməsini zamana doğru çəkməyə çalışın. Dolçalar gələndə özəl həyatın problemlərini boşanma ilə ən çox da problemləri olan dolçalar varsa, keçmişdən yarım qalmış boşanmalar, boşanmaya doğru gedən şəxsi həyatla əlaqədar olan problemləri önə fikir verib həll etməlisiniz. Balıqlara gələndə isə balıqlar bu ay belə deyim də özünüzü kəşf etməlisiniz. Nə istədiyinizi, hansı sektora doğru getmək olduğunuzu, necə addım atacağınızı, bu ay bunların önəmini ciddi bir şəkildə fikir verməlisiniz balıqlar.